Evyəs də mənəm. Kuryeri yığır. Alo. Alo, salam aleykum qardaşım, hər vaxtın xeyir. Hər vaxtın xeyir qardaşım. Sifariş vermişdin abi, qapının ağzındayım. Aha, deməli brat, aşağıda açar olmalıdır. Aha. Qapını açar da. Aha. Bir dənə o açarı götürərsən, elə qapını açarsan içəriyə girərsən zəhmət olmasa. İndi hal-hazırda mən evdə deyiləm. Aha. Yəni zəhmət olmasa orada da elə sənin pulunda var. Yəni Aha. elə də onu da götürərsən 12 manatı. 12 manatı götürərsən. Evdə kim yoxdur ki qardaşım? Xeyr, xeyr. Hə, Füsun narahat olma. Hə, yox, tamam. Görək, o puldan artıq götürəcək yoxsa yox. Salam qardaşım, hər vaxtın xeyir. Buyur qardaşım. Səninlə danışan bəyəxlarım mən idim. Lə Evyəs də mənəm. Bildim qardaşım, bildim. Biz bir sosial eksperiment edirdik. Görək, əmanətə xəyanət edəcəksən və yaxud da etməyəcəksən. Sənə halaldır, mükafat da verirəm. Allah var eləsə qardaşım. Adama bir sən necə gəlir ki, qurma kimi bir şeylərdir, amma adam faktı qabağına çıxanda adam biraz qəribə olur. Sən məni takip edirsən? Yox qardaşım. Əgər məni takip eləsəydin, məndən əlavə pul mükafatı qazanasaydın, ona görə də hər kəs məni takip eləsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Sənin son sözlərin nədir? Canının sağlığı mənim gözəl qardaşım. Allah var eləsin.